Baradinski solodla və keşniş toxumu ilə. Bu orijinal birə-bir reseptidir. Məsələn, mən şokoladnicada işləyəndə, amburana işə gedəndə mənə dedilər ki, bizim reseptlərimizə orada sənin ixtiyarın yoxdur, biz bunu almışıq. Mənim neçə illik ustanın ixtiyarım yox idi ki, oranın reseptlərin orada eləyim. İndi belədir də, onda belə qanun yox idi. Melanur indi çıxıb da. Niyə duru yağdan istifadə edirik? Kərə yağından istifadə eləmirik. Çünki kərə yağın yanmağı tezdir. Yox, iyinə görə yox. Rafinə olunmuş yağdır zaten. İndi iyili yağ var. Özbəkistanda yaşayırıq, pambıq yağı istifadə eləyək. İndi ona görə ki, duru yağ, bu yağlar gec yanır. Kərə yağın tərkibində südü çox olduğu üçün. İndi mən biraz çox danışanam. Nəyi? Hə. Hə. Təşəkkür edirəm. Dünən ki, mənim tələbələrim, indi mənim o qrupum deyil də, bütün qruplar mənə görə bilər, sizin dərsiniz nə yaxşı? Sonra deyir ki, mənə, bəs siz yorulmursuz. Deyirəm, bax, içəri gələndə nə dediniz? Dediniz ki, sizin dərsinizdir, nə yaxşı? O mənə ucu... Hə. Tikişin alta qoyuruq, tikişin bağlayırıq. İndi bugün çox çörək eləyirik, qarşı olur. Amma gələn dərslərimizə, məsələn, 2 çörək götürəcəyik, 2 növ məşhur. 4 komanda. Komanda deyəndə ki, xəmir olunacaq özünüz. Əliniz dəyəcək xəmirə, hamısını eləyəcəksiniz. Hansından daha çox xoşunuz gələn çörək. Çünki, yenə deyirəm, sağlam olun. Mütləq bu setqada bişirərdim. Formasına görə yox. Mən elə... İndi bu formada ağ çörəkdən kağızın içində bişirəcəm. Setqə tavalarda da olar mənimlə. Kağız, bu formasına görə qoyuruq bunu. Bagetin forması burada mayalanacaq. Bagetə görə eləyirik bunu. Bu hər yanda var, hə. Sizə aparacam ora. Sizə aparacam. Xəmir hava çəkir. Hava çəkir. Əvvəl türkçələri gəlir, görürsən, altı hamısı özündən idi. Hava çəkir burada. Bizim orada setqamız var. Çörək qabımız, onun da içində hava çəkən yeri var. Hə. Pingivin verin mənə, pingivin verin oradan mənə zəhmət olmasa, bu çörək xoşuma gəlmədi. Qara xəmir, rzanoy un özünü göstərir kəpəyinə görə. Əlimin altında kəpəyin hiss edirsən. İndi ağ un atacam bura, bunu verəcəm sizə ora. Siz işte əlinizi yuyursunuz, əlcək günün Allaha şükür. Cəlillah hər şeylə təmin eləyib. Valla, xəmir açan maşınımız, xəmir kəsən maşınımız, nəyimiz yoxdur. Texnikamız, qazanlarımız, bahalı sateynikimiz, tavalarımız, biri od qiymətinə. Bu sateynik, bu, 6 qalır. Bu 40 manatdır. Çünki profesional sateynikdir. Elə şey var, mütləq bunda pişirir ki, yanmasın. Yəni, hər şey. Valla, açıq şeydir də, danışa bilmirəm, mən çox danışdım.